Mövzumuz elmdir, alimlərdir. Elm əhlinə hörmət etmək, elm əhli ilə yaxşı rəftar etmək, onlarla gözəl, ədəbli olmaq, əxlaqlı olmaq, xüsusən də böyük, mötəbər alimlərlə. Mən sizə elə alimlərdən danışıram ki, subhanallah, onlara din etibar olunur. Din, Əhməd ibn Həmbəl, İmam Şafi, İmam Məlik, Əbu Hanifə, Şeyxülislam ibn Teymiyyə, Muhammed ibn Abdülvahhab, böyük kibar uləmə. Kibar uləmə. Onlar öz nəfslərinə görə, Allahın dininə heç vaxt xərər gətirməyiblər. Hətta Əhməd ibn Həmbəlin qıssası mərufdur. Qurana məxluq deyildikdə, deyirdik, Quran Allahın kəlamıdır, elə deyilmi? Buna görə Əhməd ibn Həmbələ o qədər əzablar verilib ki, subhanallah. Şiddətli şəkildə. Əhməd ibn Həmbəl rahiməhullah bərk şəkildə, möhkəm şəkildə dayanırdı. Deyirdi ki, mən özüm yox, ümməti fikirləşirəm. Rahmetullah aleyh. Hətta bir günləri o qədər onu döyürlər ki, o qədər əzab verirlər ki, hər dəfə gəlib soruşurlar zindanda. Su verirlər, nə bilim, çörək verirlər, ölməmək üçün. Soruşurlar ki, döndü mü fikirlə? Deyirdi, yox, dönməmişəm. Özündən gedirdi. Bir günləri soruşurlar, bir günlər deyir ki, sizə bir sözüm var, bir söz demək istəyirəm. Onlar sevinirlər, deyirlər ki, deyərsən fikrindən dönür. Deyir ki, görsəniz ki, döyüldükdən sonra huşumu itirdim, özümdən getdim. Bilməyərəkdən birdən üstüm asılarsa, dizdən köbəyə kimi üzərimə bir şey tullayın. Allahın qarşısında deyə utanıram belə daimaqdan. Subhanallah, fikir verirsiniz. Bu cünə böyük alimlər, Rabbani alimlər, rahiməhumullah. Əslində onun o halı, yəni mükəlləf hal deyil. Yəni özündən gedəndən sonra Allah subhanətən onu soru-sual etməz ona. Buna baxmayaraq, nədir? Allahdan həya edirdi. Bu cünə böyük, möhtəbər alimlər.